Qızlar nə istəyirsiniz? Danışın. Biz neçə aydır ev pulumuzu verə bilmirik. Qardaşımız ölür. Allah rızası üçün bizə kömək eləyin. Xanım uşağınız dünyasını dəyişib. 3 aydır övladım rəhmətə getdi. 3 aydır. Bəli, 3 aydır. Uşaqlar nə yemisiniz? Bu günləri nə var yeməyə? Göstərin. Leçka. Gəlin gedək baxaq. Ev pulunu vermək istəyirik. Kirayə pulumuzu vermək istəyirik. Qızlar siz nə istəyirsiniz? Allah rızası üçün bizə kömək eləyin. Xumar, Turqayya, Zeynəb. Zeynəb. Mən Rəhma, o da Əli. Hə, xanım sizin adınız nədir? Lalə. Hə, Lalə bacı. Buyur. Denən dərdi görək nədir, nə deyil, Dərdim nə odur problem. ki, Raif qardaş, ev pulu borcumuz var. Ev yəsi ev pulunu istəyir. Bir də ərzaxa ehtiyacımız var. Tamam, bəli. Bu 5 uşağı nə yezdirsən, necə dolandırsan? Şübhəsiz Allah ruzu üçün verir, amma belə baxıram çətinlikdir də. Bəli. Necə dolandırıram? Canlı yayın özüm açırdım. Kimin ürəyi yanırdı? 1 manat, 2 manat dəstək olurdu, elə dolandırırdım. Sizin yoldaşınız nə işlə məşğuldur? Mənim yoldaşım ofisiantdır. Hal-hazırda da ki, işi yoxdur, məhrəmlikdir, evdədir. Ofisiant indi məhrəmlidir, ofisiantlıq eləyə bilməz. Həm toy yoxdur, həm də ki, yas olanda işə gedir, olmayanda ki, evdədir. Neçə vaxtda xəstədir, üstümüzə sağlıq, sudurğa xəstəsi idi. Hal-hazırda da ürəyi ağrıyır. Ev pulu borcunuz nə qədər olar təxmini? 7 aydır verə bilmirik. 7 ayda bu sizi necə saxlayırsınız? Sağ olsun, başa düşdü. Gördü ki, uşağım xəstədir, balnisiyələrdəyik. Sonra böyük oğlum yıxıldı, kəllə beyin travması aldı. Allah razı olsun belə Bəli, insanlardan. Allah razı olsun eviyyəsindən, Allah can sağlığı versin. 7 ayda bunlardan bir köpük kirayə Almayıb. pulu almır. Bəli. İndi amma deyir ki, heç olmasa yarısını Deyir, verir. heç olmasa yarısını gəlsin verir.